Arkadaşlar, Riyaziyyat RF kanalında xoş gördük sizi. Bu videoda 2024-cü il qəbul testinin birinci qrup qəbul testinin izahına baxırıq. Testin izahından öncə deyim ki, növbəti testlərdən xəbərdar olmaq üçün kanalımıza abunə ola bilərsiniz. Həmçinin testin PDF formasını Telegram kanalımızdan, bu və digər testlərin PDF-lərini Telegram kanalımızdan əldə edə bilərsiniz. Videonun şərhlər qismində linkini qeyd etmişik, həmçinin açıqlama qismində. Həmçinin bizim blok qruplarımıza və ya sıfırdan başlayan qruplarımıza yazılmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Birinci suala baxırıq. Birinci sual kompleks ədədlər mövzusuna aid sualdır. Gəlin mötərizəli vurub açaq. 1 vur 2, 2, 1 vur mənfi i oldu mənfi i, 2 vur 2 i oldu 4i, 2i vur i mənfi 2i kvadratı, 1 vur 2 yenə 2, 1 vur i, bunların hasili mənfi 4i, mənfi 2 vur i, mənfi 2i kvadrat. Deməli 2 üstə 2 4, mənfi i üstə 4i 3i, 3i üstə i 4i, çıx 4i, burada i'lər islah olundu. Mənfi 2i kvadratı. I kvadratı mənfi 1 olduğuna görə mənfi 2i kvadratı müsbət 2-dir. Yenə mənfi 2i kvadratı müsbət 2-dir. 4 üstə 2 üstə 2 6, 8 birinci sualda C variantı. Həmçinin belə deyim, ola bilər ki, hansısa mövzularda çətinlik çəkə bilərsiniz. Biz bütün mövzuların dərs izahını, sıfırdan izahını kanalımızda qeyd eləmişik. Mahnılar siyahısına girib, oradan dərs izahları playlistini seçib, istədiyiniz mövzunun dərs izahını sıfırdan izləyə bilərsiniz. İkinci sual nisbətən çətin tipdə sualdır. Kvadratik tənliyin kökləri ilə bağlı məsələlərdə ilk yada düşən Viet teoremi olmalıdır. Viet teoreminə görə bilirik ki, x1 üstə x2 mənfi b böl a-dır. Yəni bu həddin əksi bölünsün a, a-mız da 1-dir. Bu həddin əksində də mənfi gedir, qalır m çıx 1. Viet teoreminə görə x1 vur x2 isə c böl a-dır. Yəni m çıx 2 böl 1-dir. Yəni m çıx 2-dir. Fikir verin, bu ifadədə bizə x1-in kvadratı üstə x2-nin kvadratı lazımdır. Ona görə biz bu verilənin hər iki tərəfini kvadrata yüksəldirik. x1-in kvadratı üstə 2x1 x2 üstə x2-nin kvadratı bərabərdir m çıx 1-in kvadratı. Yəni m kvadratı çıx 2m üstə 1. Burada x1 vur x2-nin yerinə Vietin ikinci hissəsini, yəni m çıx 2-ni yazıram. 2 dənə m çıx 2, x1-in kvadratı üstə 2m çıx 4 üstə x2-nin kvadratı bərabərdir m kvadrat çıx 2m üstə 1. Deməli 2m çıx 4-ü sağ tərəfə atıram. x1-in kvadratı üstə x2-nin kvadratı bərabərdir m kvadrat. 2m sağa keçəndə mənfi 2m çıx 2m mənfi 4m. Mənfi 4 sağa keçəndə 1 üstə 4 oldu 5. x1-in kvadratı üstə x2-nin kvadratını biz m kvadratı çıx 4m üstə 5 tapmışıq. İndi bu ifadəyə fikir verin, buna fikir verin. x1-in kvadratı üstə x2-nin kvadratı üstə 2. Yəni m kvadratı çıx 4m üstə 5. Bu x1-in kvadratı üstə x2-nin kvadratı. Bunun üzərinə 2 gəldik. Kiçikdir 7 vur m üstə 1-dən. Yəni 7m üstə gəlir 7-dən. Bu isə adi bir kvadratik tənlikdir. M kvadrat 7m sola keçəndə mənfi 4m çıx 7m 11m 5 üstə 2 bu 7-lər bir-birini götürdü. Kiçikdir 0. M-i ortaq vuruq çıxardanda kiçikdir 0 yarandı. 0-a çevirən qiymətlər 11 və 0. 2 kökdə kiçikdirin həllini biz bərabərsizliklər dərsində belə qeyd etmişdik. Kiçik kökdən böyük, böyük kökdən kiçik. Yəni 0, 11 aralığı 0-dan böyük, 11-dən kiçikdir. İkinci sualda oldu E variantı. Üçüncü sual. Üçbucağın ABC tərəfləri üçün bu şərt ödənilir. Üçbucağın böyük hündürlüyünü tapın. Baxın.
3 dənə modulun cəmi 0-dır. Modulda bilirik ki, ən azı 0-a bərabərdir. Yəni 3 dənə mənfi olmayan ədədi toplayanda 0 edibsə, məcburən bunlar üçü də 0 olmalıdır. Yəni A üstə B çıx 17 də 0-dır. B üstə C çıxılsın 25 də 0-dır. A üstə C çıx 18 də deməli 0-dır. O zaman nə olur? A üstə B bərabərdir 17. B üstə C bərabərdir 25. A üstə C bərabərdir 18. Bu sistemi həll eləməyi yəqin ki, siz cürbəcür üsullar tapa bilərsiniz. Amma mənə görə bunun ən rahatı üçlü toplama olanda bütün deməli tənlikləri tərəf-tərəfə toplayaq. Hamısını toplayanda A, 2 dənə A, B, 2 dənə B, həmçinin C, 2 dənə C, 17, 25, 18, deməli 40, 52, 60. Bir hesablayayım, 30, 40, 12, 52, 62'ye bölürəm. A üstə B üstə C bərabərdir 30. Tapdım ki, bu üçbucağın tərəflərinin cəmi 30'dur. İndi gəlin bir-bir tərəfləri tapaq. Baxın, A üstə B 17'dir. A üstə B üstə C 30'dur. Yəni A üstə B 17 olduğuna görə C'yə qaldı 13. Həmçinin B üstə C 25'dir. Bura 25 yazanda B üstə C 25 olanda A'ya qaldı 5. Daha sonra A üstə gəl C 18'dir. Onda B'yə qaldı 12. İndi bu üçbucağın tərəflərinə fikir verin. 13, 5, 12. Yəni əslində bu ədədlər Pifaqor ədədləri olduğuna görə haqqında söhbət gedən üçbucaq düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın elə iki kateti həm də onun hündürlüyüydü. Çünki təpədən tərəfin üzərində saxlayan düz xəttə endirilən perpendikulyar idi hündürlüyü. Katetlər elə həm də hündürlükdür. Ona görə ən böyük hündürlüyü olur 12. Yəni ən kiçik tərəfə çəkilən hündürlük ən böyük tərəfdir. O da olur 12. Üçüncü sualda doğru cavab A variantı. Dördüncü suala keçirəm. Bu ifadəyə fikir versəz, bu 1 çıxılsın 1 bölü A-nın kvadratıdır və kvadratla kök gedir, cüt dərəcədən kök modulla çıxır. Bu ifadə isə 1 üstə 1 bölü A-nın kvadratıdır. Yenə kvadratla kök gedir, cüt dərəcədən kök modulla çıxmalıdır. İndi ədədin modulunun 1-dən böyük olması nə deməkdir? Modul bərabərsizliklərin həllindən bilirik ki, ədədin modulu 1-dən böyükdürsə, bu deməkdir ki, ya ədədin özü 1-dən böyükdür, ya da mənfi 1-dən kiçikdir. Düşünək ki, ədəd 1-dən böyükdür. Ədəd 1-dən böyük olanda 1-i həmin ədədə böləndə 1 bölü A 1-dən kiçik olacaq. Ona görə 1-dən kiçik ədədə çıxanda bu ifadə olacaq müsbət. Yox, əgər ədəd mənfi 1-dən kiçikdirsə, onda bu ədəd mənfidir. Yenə 1 bölü A mənfi olduğundan bu öndəki mənfi müsbətə çevrilir. Bu yenə müsbət olduğundan modul olduğu kimi açılır. Yəni istəyir A 1-dən böyük olsun, istəyir mənfi 1-dən kiçik olsun. Bu ifadə müsbətdir. Ədəd qoyub yoxlamaq da olardı həmçinin. Yenə əgər ədəd 1-dən böyükdürsə, 1-in üzərinə müsbət bir ədəd gələndə olacaq müsbət. Yox, əgər ədəd mənfi 1-dən kiçikdirsə, o zaman 1-i mənfi 1-dən kiçik bir ədədə böləndə bu ifadə yenə 1-dən kiçikdir. 1-in üzərinə 1-dən kiçik bir ədəd gəlir. Yəni əslində burada çıxma olur da, yenə müsbət olur. Məsələn, mənfi 2 yazırsan, mənfi 1-dən balaca. 1 çıxılsın 2-də 1 yenə müsbətdir. Yəni bütün hallarda bu modulun da içərisi müsbətdir, bu modulun da içərisi müsbətdir. Onda hər bir modul olduğu kimi açılacaq. Birinci modul olduğu kimi açıldı. 1 çıxılsın 1 bölü A. Bu modulda olduğu kimi açılacaq. Yəni 1 üstə 1 bölü A. Öndəki mənfi görə 1 çıxılsın 1 bölü A formasında oldu. İndi burada 1 çıx 1, birlər bir-birini götürdü. Mənfi 1 bölü A, mənfi 1 bölü A oldu, mənfi 2 bölü A, C variantı. 5-ci suala keçirəm. Parabolanın təpə nöqtəsinin koordinatlarını istəyir. Bunu həm tam kvadrata gətirməklə də olar. Amma ədədlər kobuddur deyə kimdir orada mənfi 3-ü çıxardıb tam kvadrat edirən. Elə parabolanın təpə nöqtəsinin x-inin və ya m-in düsturu mənfi b bölü 2a-dır. Yerinə yazıb hesablayaq. Mənfi b, yəni 12 böl 2a-ya. A-mız da mənfi 3-dür. Təpə nöqtənin x-i oldu 2. Təpə nöqtənin y-ını
İstəsəm mənfi diskriminant böl 4a ilə taparam. Ya da apararam funksiyanın təpə nöqtənin x 2 deyil. Apararam x-in yerinə 2 qoyaram, təpə nöqtənin y-ını taparam. Mənfi 3 vur 2-nin kvadratı 4 üstə 12 vur 4 da doğrusu x-imiz 2-dir. 12 vur 2 24 çıx 13. Mənfi 12 üstə 24 çıx 13 mənfi 25 üstə 24 oldu mənfi 1. D variantı 5-ci sualda. Davam edirik. 6-cı sual. Tənliklər sistemindən x-i tapın. Fikir versəz, elə yuxarıdakı ifadəni tənliyi biz 3-ə vursaq, burada mənfi 3 bölü y yaranacaq. Burada isə müsbət 3 bölü y-dir. Tərəf-tərəfə toplamaqla y-larımız yoxa çıxacaq. Yəni yuxarıdakı tənliyi 3-ə vururam, aşağıdakı tənliyə isə heç bir şey etmirəm. Olduğu kimi qalır 1 bölü 2x üstə gəl 3 bölü y bərabərdir 4. Və tərəf-tərəfə toplayıram. İndi bu ikisini toplayaq. 3 bölü x üstə 1 bölü 2x. Bunları isə toplayanda 0 etdi. Bərabərdir 7. Artıq tənliyimiz gəldi. Rasional tənliyə çıxdı. Sistemimiz rasional tənliyə çıxdı. Ortaq məxrəc 2x. 2x-i x-ə böldüm 2. 3-ə vurdum 6. 2x-i 2x-ə böldüm 1. 1-ə vurdum. Bərabərdir 7 bölü 1. Çarpaz vuranda 14x bərabərdir 7. Yəni 7-ni 1-ə vurdum. 7-ni 14-ə bölürük. 2-də 1. X 2-də 1 və ya onluq kəsrlə 0,5. 7-ci sual. Uyğun tərəfləri 14 və 18 olan 2 oxşar çoxbucaqlı verilib. Kiçik çoxbucaqlının perimetri 70-dir. Bir çoxbucaqlının tərəfi 14-dür, o birinin tərəfi 18 və uyğun tərəfi. Bunlar uyğun tərəflər olduğundan artıq görsənir ki, tərəfi 14 olan üçbucağımız, deməli kiçik üçbucaqdır. Kiçiyin perimetri 70-dir, digərinin perimetri soruşulur. Biz də bilirik ki, oxşar fiqurların uyğun ölçülər nisbəti sabit bərabərdir. Eyni bir əldə bərabərdir. Yəni 14-ün 18-ə nisbəti, yəni tərəfləri böləndə nə inirsə, birincinin perimetrində ikincinin perimetri nisbəti odur. Yenə çarpaz vuraq. 14 vurulsun perimetr bərabərdir 18 vurulsun 70. Onda perimetr bərabərdir 18 vurulsun 70 bölünsün 14. 14 ilə 70 ixtisar gedir 5. 5 vur 18, 90 oldu A bəndi. 8-ci sual. İntegral mövzusuna aid bir sualdır. İntegralın AB parçası üzrə parçalayıb yazacağımız bir məntiqdən gedə bilərik. Deməli 1,13 üzrə, 1,13 parçası üzrə integralımız 9-a bərabərdir. 1,8 integralı verilib, 8,13'ü soruşur. Biz də bilirik ki, integralın xassəsini öyrənib. 1-dən 13-ə qədər integralın əvəzinə 1-dən 8-ə qədər üstə yenilsin 8-dən 5-ə qədər yaza bilərik. Yəni bunu belə başa düşə bilərik. Elə 1-dən 13-ə qədər nədirsə, 1-dən 8-ə qədərin üzərinə 8-dən 13-ə qədəri gələndə elə 1-dən 13-ə qədər olan hissəni verir. İndi 1-dən 13-ə qədər fx dx 9-dur. 1-dən 8-ə qədər 14-dür. Onda integral 8-dən 13-ə qədərdir. Yəni 1-dən 8-ə, 8-dən 13-ə, elə bu 1-dən 13-ədir. 1-dən 13-ə qədər integral 9-dur. 1-dən 8-ə qədər 14-dür. Və 8-dən 13-ə qədər nədir? Gəl onu tapaq. Deməli, integral 8-dən 13-ə kimi bərabərdir. Yəni, qısa yazdığımda mən 9 çıx 14 mənfi 5. Bizə isə bunun 4 misli soruşur. 4 vur mənfi 5, mənfi 20, 8-də olur A bəndi. 9-cu sual. 9-cu sualda tənliklər sistemindən x üstə y istəyirlər. Deməli, burada əslində belə deyək, ədədlərin asan olmasından şifahi tapmaq da olar bəlkə də, amma gəlin biz bunu həll eləməyə çalışaq. Deməli, həll eləmək üçün də biz əvəz etmə üsulundan istifadə edəcəyik. 2x üstə y 7 olduğundan götürüb y-in əvəzinə 7 çıxılsın 2x yazaq. Yuxarıda 5-də 2 üstü x-i 2 üstü x böl 5 üstü x yazaram. 5-in üstü y var. Həmin o 5-in üstü y-in əvəzinə 5-in üstü 7 çıx 2x yazaram. Bərabərdir 20.
İndi buradan hamısının üstünü x-ə gətirə bilərəm. X-ə gətirə bilərəm. 2 üstü x böl 5'in üstü x. Bunu 5'in üstü 7 böl 5'in üstü 2x yazaram. Bərabərdir 20'ye. 5'in üstü 2x elə 5'in üstü 2'nin üstü x. Yəni 25'in üstü x kimi yazıla bilər. 25'in üstü x. Və üstlər x olanda üstləri eyni daxil. Əsasları vuraram. 5'i vurdum 25'e. 125'in üstü x. Və 20'ni də 5 üstü 7'yə bölərəm. 20 böl 5 üstü 7. İndi burada biraz səliqəli formaya gətirək. 2 üstü x bölü 125 üstü x-i 125'də 2'nin üstü x kimi yazaram. 20 də 5 vur 4'dür. O 5'lerin biri ixtisar gedər. Qalar 4 böl 5'in üstü 6. Bu da aydın məsələdir ki 2 böl 5'in üstü 3'ün kvadratıdır. Çünkü 4 2'nin kvadratıdır. 5 üstü 6 da 5 üstü 3'ün kvadratıdır. Nəhayət 2 böl 125 üstü x bərabərdir 2 böl 125'in üstü 2'dir. Əsaslar eynidir. Atdıq getdi. X bərabərdir 2. X'i tapdıq 2. X 2 olduğundan əvəz etməmiz necə idi? Y 7 çıxılsın 2x-ə bərabər idi. Y 7 çıxılsın 2 vurulsun x idi. O da x-i 2 tapdıq. 7 çıx 4 oldu 3. Yəni x 2, y 3 cəm olur 5. 9-cu sualda C variantı. 10-cu sual. Hansı bərabərlik doğrudur? Trigonometrik cədvəllə bağlı bir belə deyək sualdır da, yəni cədvəli bilsə yazarıq. A variantında sinus 30 dərəcədə 2'də 1'dir. 2'də 1'i 2'yə vurdum. Kosinus 45'də də kök 2 böl 2'dir. 1 üstəyəl kök 2 böl 2. Kök 2 böl 2 kök altda 2 təqribən 1/7'dir. 2'yə böləndə 0 tam neçədir? 1'in üstünə 0 tam neçə gələndə o təbii ki 2'ni aşmayacaq. 2'dən kiçikdir. Ona görə A bəndi yanlışdır. B bəndində sinus pi böl 6, yəni 30 dərəcə, 2'də 1. Kosinus da 45'də kök altda 2 böl 2. Toplayanda 1 üstə kök 2 böl 2. 1 üstə kök 2 də təqribən 1/7'dir. 1 ilə toplayanda 1/7 yox, 1/4'dür. Burada da onu verirdi. 2/4'ü də 2'yə böləndə 1 tam neçə edir? Yəni bu 1'i aşır. 1'dən kiçik deyil. Ona görə B bəndi də səhvdir. Amma C variantı kosinus 180 dərəcə. Deməli 180 dərəcə gəlib düşür bura. Deməli vahid radius çevrədə bura x-i -1, y-i 0'dır və kosinus da deməli x oxudur. Kosinus 180 dərəcədə belə deyək. Kosinus x oxudur 180 dərəcədən -1'dir də. 2'də 1'dən böyükdür. Xeyr, deməli 2'də 1'dən böyükdür. Yəni C bəndirəm. Yanlış bənddir. D bəndində nədir? D bəndində -1 2'də 1'dən böyük deyil. Kosinus 45 dərəcədə kök altda 2 böl 2. 180 dərəcə indi tapdım -1'dir. Bunları artıq toplayanda 1'i aşır. Yəni D bəndi doğru bənddir. 10-cu sualda oldu D variantı. Yəni bu -1 olduğundan -1 atdı önə. Kök altda 2 böl 2'nin üzərinə 1 gəldi. Təbii ki bu 1'i aşdı. Sinus 180'də də 0'a bərabərdir. Ona görə Y bəndi də yanlış bənddir. Ona görə 10-cu sualda doğru cavab olur elə D variantı. Keçirik 11-ci suala. Deməli, təzə meyvə qurudulduqda öz kütləsinin 82%-ni itirir. 82% itir, 18% qalır. Yəni 18% quru meyvə yaranır. Bu meyvədən nə qədər götürmək lazımdır ki, 27 kiloqram meyvə qurusu alsın? Baxın,
Meyvə qurusu, quru meyvə 27 kiloqram olsun. Quru meyvə 18%-dir. Mənə də deyirlər ki, quru meyvə 27 kiloqram olsun. Yəni 18% 27 kiloqramdır. Bəs nə qədər götürməliyəm? Yəni başlanğıcda götürəcəyim bütün meyvə nə qədərdir? X. Və ya sən elə bir miqdar götürməlisən ki, 18%-i 27 olsun. Çünki bizə qalan quru meyvə 18%. Yəni nəyin 18%-i 27-dir. Yəni faizə görə ədədin tapılmasıdır. Amma çox vaxt şagirdlərə düsturla faiz düsturları qarışıq gəldi deyə böyle tənasüblə də yaza bilər. Yəni onu da dedik biz digərində istədiyi kimi hansı uyğundursa o cür götürə bilərlər. Tənasübü həll eləyək. Çarpaz vuracağıq bunları. 27-ni vurduq 100-ə, sonra bölürük 18-ə. Qısası 18%-i 27 olan ədəd axtarırıq. 9-a 2 dəfə, 9-a 3 dəfə, 2-ni 2-yə 1 dəfə, 100-ü 2-yə 50 dəfə, 50-ni də 3-ə vurduq 150. Yəni 150 kiloqram meyvə götürmək lazımdır. 11-dən C variantı. Keçirik 12-ci suala. A5n, B3m üstü 6, C6n ardıcıl cüt natural ədədlərdir. Ardıcıl cüt natural ədədlərdirsə, yəni bunlar 2-2 arta gedirlər. Bu ədədin üzərinə 2 gələndə bu ədədi verir, bunun da üzərinə 2 gələndə bu ədəd. Bu deməkdir ki, əgər mən 5n-in üzərinə 2 gəlsəm 3m üstü 6-nı alaram. 1-də 2 gəlsəm 6n çıx 4-ü alaram. Yəni 5n üzərinə 4 gələndə 6n çıx 4-ü alaram. Buradan n-i tapıram 8. N 8-dir. N 8 olduğuna görə A ədədim 5 vur 8, yəni 40-dır. A ədədi 40-dırsa, məcburən B ədədi də ardıcıl demişdi axı. Gərək 42 olsun. Yəni 3m üstə 6 gərək olsun 42. Onda 3m bərabərdir 42-dən 6 çıxanda 36, m oldu 12. Yəni n 8-dir, m 12. Və 8 ilə 12-yə bölünən ən balaca ədəd də aydındır ki, 24-dür. Yəni bunlar bu ədədlərin, əkobların soruşurdular 24. İndi ardıcıl cüt demişdik. İndi bəs bunu bəlkə azalan sırada verib. Bir dəfə də 5-dən 4 çıxıb o birisinə bərabər eləməliydik. Onda da n 0 alınır. Yəni bu halda həll mümkün deyildi. Yəni bu hala artıq baxmağımızın heç bir mənası qalmır. Bu formada yazandan sonra biz rahat görürük ki, n 8 tapdıq. n 8 tapandan sonra A ədədimiz 40 oldu. Digəri oldu 42, digəri də oldu 44. Yəni bu bizə belə deyək kifayət elədi. Keçirik indi 13-cü suala. 13-cü sualda nə deyir? İki paralel müstəvi arasında məsafə 6-dır. İki paralel müstəvi. Yəni 2 dənə paralel səth var. Bu müstəvilər arasında məsafə 6-dır. Yəni birinin üzərindən digərinin üzərinə bu perpendikulyarımız 6-dır. Bu düz xətt müstəvilər üzərində yerləşən iki çarpaz düz xəttin arasında. Yenə 2 dənə çarpaz düz xətt götürsəm bunların arasında bilirik ki, istənilən iki çarpaz düz xəttin bir ortaq kəsəni var. Yəni hər birini kəsən. Bu yenə də həmin iki müstəvi arasındakı məsafəni verdiyinə görə yenə elə həmin məsafə 6 sm olacaq. 13-cü sualda A variantı. Daha sonra keçirik 14-cü suala. Çoxluqların kəsməsini tap deyir. Çoxluqların kəsməsi o çoxluqların hər birində olan element deməkdir. Məsələn, bir elementi m-də var, n-də yoxdur, götürmürəm. 2 elementi m-də var, n-də yoxdur, götürmürəm. 3 m-də var, n-də yoxdur, götürmürəm. 4-ü götürmürəm. 5 götürmürəm. 6 hər ikisində var, 7 hər ikisində var. 6 və 7 14-cü sualda olur Y variantı. 15-ci suala baxırıq. Tangens 2x çıxılsın kosinus kvadratı 2x bərabərdir sinus kvadratı 2x tənliyini həll edin. Bu tənliyi həll etməmişdən öncə nəzərimizdə olsun ki, sualda tangens var. Tangens olan yerdə bucaq pi bölü 2 ola bilməz. Yəni 2x-lar pi bölü 2-nin dövrlərindən fərqlidir.
Bu diqqətimizdə qalsın. Yəni bu misalın cavabı pi bölü 4-ün 90-90 dövrləri ola bilməz. Çünki tangesimiz orada mənasız olacaq. İndi kosinus kvadratın digər tərəfə atanda nə baş verir? Tangens 2 alfa bərabərdir. Sin kvadratı üstə kos kvadratı 1 olur. Yadımıza salaq tangens x bərabərdir A tənliyinin həlli. Tangens bizim həmçinin trigonometrik tənliyə dair kifayət qədər çox videolarımız var. Həm 2023 toplusunun, həm 2019 toplusunun trigonometriya tənliklərinin izahları, 2023 toplusunun bütün trigonometriya suallarının ard-arda izahları ötürməmiş vermişik. Trigonometrik tənliklərə aid 4-5 dənə həm ümumi tənliyin həll düsturları, həm də trigonometrik tənliklərin düsturlarının hardan çıxmasının isbatları ilə hər birinin kanalda yerləşdirilmişik. Bunlara aid çox uzun metrajlı videolarımız var. Tangens 2x bərabərdir A tənliyinin həlli belə olacaq. X bərabərdir arc tangens A üstə gəlinsin pi k. Arctangens 1 nə deməkdir? Tangens 1-i harda alır? Pi bölü 4-də üstə gəl pi k və hər tərəfi 2-yə böləndə oldu pi bölü 8 üstə gəlinsin pi k bölünsün 2. Və bu bucaqda belə deyək, bizim üçün tangensi mənasız edən heç bir qiymət olmadığına görə elə bunu da götürürük. 15-ci sualda D variantı. 16-cı suala. 9 yeri olan sıraya 9 oğlan təsadüfi qaydada əyləşir. Onlardan Araz, Gündüz, Fəridin yanaşı oturması ehtimalını tapın. Ehtimal dərsin izahında biz yanaşı olma hallarına çoxlu sayda nümunələr vermişdik. Ümumiyyətlə 9 nəfər sıraya necə üsulla düzmək olardı? Bu bilirdik ki 9 faktorialdır. Mən niyə bunları keçirəm? Bu hər biz belə deyək də burada nəzəriyyələri bildiyimizi fərz edirəm. Sadəcə misalların izahlarına baxıram. Yəni 9 sıra var, 9 nəfər var. Permütasiya 9-dan 9, yəni 9 faktorialla düzə bilirik. Lakin indi Araz, Gündüz və Fərid yanaşı olmalıdır. Digər 1, 2, 3, 5, 6, digər 6 nəfər. Bizim belə bir metodumuz var idi. Yanaşı olan elementləri bir element kimi sayırdıq. Çünki mən bunları bir element kimi saymasam, bunların birini digər tərəf atanda bu ikisini də ora atmalıyım. Bu cür kimi halları sayanda bizi yoracaq. Lakin bunları bir element kimi sayanda mən bunları götürüb hara atıramsa atım, bunlar yan-bayan qalacaqlar. Ona görə yanaşı olan elementləri bir element kimi sayırıq. Yanaşı olan elementləri bir element kimi saydıq. 6 nəfər burada var, 1 nəfərimiz də burada var. Əslində burada bizim 7 nəfərimiz var. Yəni 7 nəfəri sıraya da 7 faktorial üsulla düzə bilərdik. Lakin mənim bu üçünü bir element saydığım bu üçlük ki var, bunlar da öz aralarında yerini dəyişə bilər. Arazla Gündüz, Fəridlə Gündüz, Arazla Fərid. Yəni onların da öz aralarında 3 faktorial sayda yer dəyişməsi mümkündür. Beləliklə, bu adamların yanaşı olduğu halların sayı 7 faktorial vurulsun 3 faktorialdır. Ümumən bu 9 nəfərdən sıraya düzə biləcəyimiz bütün halların sayı isə 9 faktorialdır. Yəni, əlverişli halların sayı budur. Bütün mümkün halların sayı isə budur. Ehtimal da bilirdik ki, əlverişli halların sayının bütün mümkün halların sayına nisbəti idi. İndi bu ehtimalı hesablayaq. Götürüb 9 faktorialı 7 faktorialdan asılı açaram. 9 faktorialın əvəzinə 7 faktorial vur 8 vur 9 yaza bilərəm. 3 faktorial da 1 vurulsun, 2 vurulsun 3-dür. Digər də 8 vur 9. 2 ilə 8 gedər 4, 3 ilə 9 gedər 3. Hadisənin ehtimalı 12-də 1 B variantı. 17-ci sual. Bu üç ədlənin vuruqları ayırmaq üçün biz diskriminant üsulundan da istifadə edə bilərik, parçalama üsulundan da istifadə edə bilərik, cürbəcür üsullardan istifadə edə bilərik. Parçalamada -4-ü necə parçalasaq yaxşı olar? Deməli, 3-ü vururam -7-yə, -21. Vuranda -21 eləyən ədədlərdən hansını toplayanda -4 eləyir? Yəni, bura 1 olmayanda, 1 olanda viyyətlə rahat görsənirdi. 1 olmadığına görə 3-ü vurdum 7-yə, -21. Vuranda -21 eləyən ədədlərdən hansını toplayanda -4 eləyir? Məsələn,
1-1 olmaz. 3-7 məsələsidir bu. Amma toplayanda -4 eləməsi üçün -7 ilə 3. Deməli, -4x-i necə parçalamağım lazımdır? 3x-a və -7x-a. Həqiqətən də -4 elədi. 3x çıxılsın 7x çıxılsın 7. İndi parçalamadan sonra keçirəm qruplaşdırmağa. Bu 2-ni 1, bu 2-ni 1 qruplaşdırıram. İlk 2 həddən 3x-i ortaq vuruq çıxardanda x üstə 1 qaldı. Son 2 həddən 7-ni çıxardanda yenə x üstə 1 qaldı. Yenidən x üstə 1-i ortaq vuruq çıxardanda 3x çıx 7 qaldı. X üstə 1 vur 3x çıx 7. Bu birinci yanaşma və ya diskriminantla ya da belə yazmaq olardı. Diskriminantla bunun tez-tez köklərini tapacaqdıq. Bir kökün diskriminantla -1 tapacaqdıq. Digərini isə 3/7. Kvadratik ifadəni köklər vasitəsilə vuruqlara ayıranda belə ayırırdıq. Baş hədd vur, yəni 3 vur. X-dan bir dəfə bu kökü çıxırdıq. Çıxdığımız üzrə x üstə 1 olurdu. Bir dəfə də bu kökü çıxırdıq. X çıxılsın 3/7 və 3 də içəri vuruldu. X üstə 1, 3x çıx 7. Yenə də A bəndi. Gəldi 18-ci sual. Silindrin ox kəsiyinin sahəsi budur. Silindrin ox kəsiyinin sahəsi bir düzbucaqlı idi. Bu düzbucaqlının bir tərəfi 2R idi, yəni silindrimizin oturacağının diametri, bir tərəfi isə H idi. Silindr dərsinin də izahında biz bunları kanalda qeyd etmişik. Silindrimizin ox kəsiyin sahəsi oldu 2R vur H bərabərdir 16/pi. Silindrin yan səthinin sahəsi istəyir. Bilir ki, silindrin yan səthinin sahəsi çevrəsinin uzunluğu vur hündürlükdür. Yəni 2πrh. Buradakı 2rh-ın yerinə 16/pi yazıram. 2rh-ın yerinə 16/pi yazıram. Vurulsun. Bir dənə pi'miz qaldı burada. Sualın cavabı oldu 16. Yəni ümumiyyətlə silindrin ox kəsiyinin sahəsini pi'yə vuranda onun yan səthinin sahəsini verir və ya silindrin yan səthinin sahəsini pi'yə böləndə ox kəsiyinin sahəsi verir. 19-cu sual. Bərabərsizliyin ən böyük tam həllini tap. Sualı həll eləməmişdən öncə qeyd edirik ki, kökün altında x olduğuna görə x ciddi böyükdür 0-dan. Çünki kökdədir, bir də məxrəc 0 olmaz. Digər yandan 2 çıxılsın, 2/x da müsbət olmalıdır. Bu da bizim yadımızda qalsın. Hər iki tərəfi kvadrata yüksəldək. Çünki hər iki tərəfi mənfi olmadığına görə kvadrata yüksəltə bilərəm. 2 çıxılsın, 2 bölünsün, x kiçikdir, 4/x. Normalda mən bərabərsizlikdə çarpaz vurma və ya hər tərəfi müəyyən bir dəyişənə vurma qaydamız yox idi. Lakin bu sualda x müsbət olduğuna görə bərabərsizliyin sol və sağ tərəfini x-a vura bilərəm. Yəni işarə dəyişib. Normalda niyə bərabərsizlikdə hər tərəfi dəyişənə vura bilmirdik? Çünki işarə dəyişəcək, yoxsa dəyişməyəcək bilmirdik. Gərək bir dəfə işarəni dəyişərdik, bir dəfə də dəyişməyəcək. Burada artıq x müsbətdir deyə bilirik ki, rahatlıqla vura bilərəm. O zaman 2x çıxılsın 2 kiçikdir 4-dən. Beləliklə 2x kiçikdir 6-dan, x kiçikdir 3-dən. 3-dən kiçikdir 0-dan da böyükdür. Bərabərsizliyimizin həlli oldu bu formada. Lakin kök 6 böyükdür 0-ı mən yoxlamadım. Bunu həll eləməmişəm hələ. Bunu da həll eləyək. X-ə vurdum. 2x çıx 2 böyükdür 0-dan, x böyükdür 1-dən. Deməli, kök 6 sağdakı kökün mənalı olması üçün x böyükdür 0-dan, soldakı kökün mənalı olması üçün x böyükdür 1-dən, bərabərsizliyin ödənməsi üçün x kiçikdir 3-dən. Yəni bu bərabərsizliyin həlli oldu 1-3 aralığı. Buradakı ən böyük tam ədədimiz 2-dir. Ümumiyyətlə elə burada yeganə ədədimiz, tam ədədimiz 2-dir. Belə. 3-dən böyük kiçik olması dəqiq məsələdir. 20-ci sual. Düzgün üçbucaqlı piramida. Düzgün üçbucaqlı piramida nədir? Oturacaq bərabər tərəfli üçbucaq olan piramidadır. Düzgün piramidalarda bütün yan tillər bərabərdir. Oturacaq düzgün fiqurdur. Piramida dərsi izahında biz bunları deməli qeyd etmişik. Müstəvi bucaqları bərabərdir və s. Bu da onun piramidamızın olsun yan tilləri. Müstəvi bucağı 90 dərəcədir. Yəni baxın bu deməli
Bu bucaq 90 dərəcədir. Yəni yan üzü düzbucaqlı üçbucaqdır. Bu bucaq 90 dərəcədir. Bu bucaq 90 dərəcədir. Yan tellər bərabər olduğundan hər birini işarə eləyirəm A ilə. Yan üzü düzbucaqlı üçbucaqdır və bərabər yanlı düzbucaqlı üçbucaqdır. Pifaqor teoremi ilə və ya artıq mən bunun 45-45-90 üçbucaq olduğunu bilirəm. Əlüstü bu tərəfi tapa bilərəm. Çünki bu A-dır. Yan üzünə bax. Yan üzü budur da 90 dərəcə A. Pifaqor teoremin deməli tətbiq eləyəndə bura oldu A kök altında 2, yəni A kvadrat üstə A 2A kvadratı kök altında 2A. Burada kökün altında 2A, burada kökün altında 2A, burada kökün altında 2A. İndi bizə nə lazımdır? Deyir ki, piramidanın tam səthinin sahəsini S tam, yan səthinin sahəsini S yana tapmalıyam. Piramidanın tam səthinin sahəsi üçün 3 dənə yan səthinin sahəsinin üzərinə 1 dənə oturacağın sahəsini gəlməliyəm, bölməliyəm yan səthinin sahəsinə. 3 S yanı S yana böləndə qalır 3, S oturacağı bölürəm S yana. İndi 3 üstə gəl. Piramidanın oturacağının sahəsi nədir? Bərabər tərəfli üçbucağın sahəsi A kvadratı kök altında 3 bölü 4'dür. Yəni tərəfinin kvadratı vur kök altında 3 bölü 4. Bax bunun kvadratı oldu 2A kvadratı vur kök 3 bölü 4. Yan səthinin, yəni yan üzünün sahəsi söhbət bir yan üzdən gedir də, çünki onlar bir yan üzdən söhbət gedir. Deməli tam səthinin sahəsinin, deməli piramidanın tam səthinin sahəsinin yan səthinin sahəsinə S yan. Bunun 3 dənə yan üzü var da S yana bölməliyəm. S yan da bunun bir üzünün sahəsi nə qədər idi? Düzbucaqlı üçbucağın sahəsi A kvadratı bölünsün 2'dir. Düzbucaqlı üçbucağın sahəsinin S yandan söhbət gedir. Deməli mən burada bir xəta elədim. S tam 3 dənə S yandır. Bu yan səthinin sahəsi mən bunu 3 S yana böləcəm. Bir yan üzünün sahəsinə demiş. İndi 3 S yana böldüm 1. S oturacağı da böləcəm 3 S yana. 1 üstə gəl. S oturacaq dedim bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın tərəfinin kvadratı vur kök 3 bölü 4. Bunun kvadratı 2A kvadratı vur kök 3 bölü 4 bölürəm S yana. S yanda yan üzüdə düzbucaqlı üçbucaqda A kvadrat bölü 2. A kvadratı bölü 2. Deməli, bu A kvadratları gedər. Bu 2 ilə bu 4 gedər. Yuxarıda qalar kök 3 bölü 2. Aşağıda da qalıb 3 bölü 2. 3 bölü 2 fırlanıb 2 bölü 3 olar. Bunlar gedər. Qalar 1 üstə gəl kök altında 3 bölü 3. O da 3 üstə gəl kök 3 bölü 3. 20-ci sualda C variantı. Tam səthində nə var? 3 dənə yan səth, bir dənə oturacaq. Bir də 3 dənə yan səth. Buna böldüm getdi. Yəni belə deyək, 3 dənə düzbucaqlı üçbucağın sahəsi ilə bərabər tərəfli üçbucağın sahəsini toplayıb böldüm nəyə? Deməli 3 dənə düzbucaqlı üçbucağın sahəsinə. Belə. Keçək 21-ci suala. Trapesiyanın diaqonalı onun orta xəttini 6 və 20 cm-lik hissələrə ayırır. Trapesiyanın diaqonalını çəkdim. Daha sonra orta xəttini çəkdim. Sırf bu məsələni dördbucaqlılar dərsində nöqtə vergülünə qədər izah etmişik bu xassəni. Aydın məsələdir ki, bu kiçik hissəyə 6, digərinə isə 20 yazaram. Trapesiyanın diaqonalını çəkəndən sonra burada 2 dənə gördüyünüz kimi çox üçbucaq yaranır. Bu ən vacib 2 dənədən danışıram. Yəni ABC üçbucağından və ACD üçbucağından. Onlar iki tərəfin ortasını birləşdirir, çünki orta xətti idi. Falesə görə həm də
bu diagonal yarıya bölünür. Yəni o kiçik parça bu kiçiyi üçbucaq üçün orta xəttdir. Bu parça isə CDA üçbucağı üçün orta xəttdir. Yəni bura 6 olduğundan bura 12, bura 20 olduğundansa bura 40 qalır. Böyüyün uzunluğunu istəyir. 21-də B variantı. 22-ci sual. Silsilədə deməli belə bir şərt verilib bizə. S16-nı istəyir. Gəlin öncə bunu açaq, görək bunun içindən nə çıxacaq. A5 bilirik ki, A1 üstəgəl 4D-dir. A7 A1 üstəgəl 6D-dir. A10 A1 üstəgəl 9D-dir. A12 A1 üstəgəl 11D-dir. Bərabərdir 64-ə. A1, 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 4 dənə A1, 4D, 10D, 19, bu da 11, 30D bərabərdir 64. Bu bərabərliyin sol və sağ tərəfini 2-yə bölə bilərəm. 2A1 üstə gəlinsin 15D bərabərdir 32. İndi bu bizim əldə etdiyimiz nəticədir. İndi gedək S16-nı tapaq. Ədədi silsilənin S üçün 2 dənə düstur var idi. A1 üstə AN bölü 2 vur N. Bir də 2A1 üstə N-1D, deməli 2A1 üstə N çıxılsın Sn 2A1 N çıx 1D bölü 2 vur N. İndi bizə S16 lazımdır. 2A1-in üzərinə 16-dan 1 əskik 15 dənə deyə gəlib. 2-yə bölüb vururuq 16-ya. Elə 2A1 üstə 15-dəyini bayaq 32 tapmışdıq. 32 bölü 2 vur 16. 2 ilə 32 ixtisar getdi. 16 vur 16. 16-nın da kvadratı 256. Açıq tipli test tapşırıqları 23-cü sual. 2 vurulsun. Bilirik ki, kök altda 5-i 5-in üstü 2-də 1 yaza bilərəm və loqaritmanın əsasının qüvvəti önə tərsinə çevrilərək gəlir. 2-də 1-in tərsi 2. Burada qalır loqaritma 5 əsasdan sinus pi bölü 7. Daha sonra kök altda sinus pi bölü 7 sinus pi bölü 7-nin qüvvətində 2-də 1 deməkdir. Yenə loqaritmanın xassəsinə görə 2-də 1 önə tərsinə fırlanır. 1-də 2, yəni 2 kimi gəlir. Qalır loqaritma sinus pi bölü 7 əsasdan 5. Loqaritma dərsinin izahında qeyd etmişdik ki, A əsasdan B loqaritması ilə loqaritma B əsasdan A tərs ədədlərdir. Yəni onların hasili 1-dir. O zaman 2 vurulsun 2 vurulsun 2 sualın cavabı olur 8. 24-cü sual. Bu limiti hesablamağımızı istəyirlər. Yadınızdadırsa, trigonometriya dərsinin izahında dərəcə azaltma düsturu üçün sinus kvadratı x-in 1 çıxılsın kosinus 2x bölünsün 2 olduğunu demişdik. Həm də trigonometriya dərsində də səhv etmirəmsə bu düsturun hardan gəldiyini də isbatlı şəkildə demişdik. Bu prosesi geri qaydanda 1 çıxılsın kosinus 2x-in əvəzinə 2 sinus kvadratı x görmüş olaraq. Yəni, gedib 1 çıx kosinus 2x-in əvəzinə 2 sinus kvadratı x yazıram. Limit x yaxınlaşır 0-a, bu qalsın qıraqda. 2 sinus kvadratı x böl x sinus 2x-in əvəzinə 2 sinus x kosinus x yazıram. Beləliklə yoldaşlar, 2-lər gedir, sinuslar gedir. Nə qalır? Limit x yaxınlaşır 0-a. Yuxarıda bir dənə sinus x var. Aşağıda x kosinus x. Limitlərin, daha doğrusu funksiyaların hasilinin limitlərin hasilini keçə bilərdim. Yəni, mən burada 2 limitə keçə bilərəm. Sinus x bölü x limitinə vur limit x yaxınlaşır 0-a 1 böl kosinus x. Hamımız çox gözəl bilirik ki, sinus x bölünsün x limiti birinci görkəmli limitdir, 1-ə bərabərdir. Kosinus da 0-da 1-ə bərabərdir. 1 böl 1, sualın cavabı olur 1. 25-ci sual. Bunun cavabını yazaq. 24-də cavab 1. 25-ci sual. 25-ci sual hazır qayda sualdır. Kim bu
Düsturu əzbər bilirsə, götürüb əl üstü yazır. 43 üstə x bərabərdir 70. 70-dən 43 çıxanda qalır 37. Amma belə deyək də, burada qeyri-adi bir şey yoxdur. Buradan bu nöqtədən həmin o xəttlərə paralel bir xətt çəkəndə çarpaz bucaqların bərabərliyi ilə bura 43, burada x qalır. Yəni bura x olduğundan burada x-dir. Yəni 43 üstə x 70-dir. Yenə cavab oldu 37. Mən 70-dən 43 çıxanda 27 eləyir. Üzrlü sayını yollaşdır. Şagirdlərimizin birini nahı tutdu məni. O da belə yazmışdı. Deməli 27. 26-cı sual. C vektoru 2, 1 vektoruna kollineardır. Vektorlar kollinear olanda koordinatlar mütənasib olurdu. Bu vektorun koordinatı 2, 1-dirsə, C vektorunun koordinatı 2x, x-dir. C vektorunun uzunluğu 10'dur. Vektorun uzunluğu necə tapılırdı? Kökün altında vektorun x-inin kvadratı, yəni 4x kvadratı və ya komponentlərinin kvadratları cəmi bərabərdir kök altı 10. Kök altını belə deyək, hər tərəfi kvadrat göstərildi, kök altının azad olsam 5x kvadratı bərabərdir 10, x kvadratı bərabərdir 2. X kvadratı 2 isə x 2-də ola bilər, mənfi 2-də ola bilər. 2 olsa vektorun 2, 2-nin 4, 2 vektorudur. Mənfi 2 olsa mənfi 4, mənfi 2 vektorudur. Bizdən komponentlərin hansını istədiyinə görə onsuz da 2x-i x-ə vurmalıyam. 2x kvadrat. Bütün hallarda x kvadrat 2 olduğundan sualın cavabı oldu 4. Bunu deməli. Belə danışaq, bu aşağıda qalsın. 27-ci sual. Funksiyaların törəməsindən söhbət gedir. Birinci funksiyamızın törəməsi bizə nə verir? 3 kosinus, 3 sabitdir, qalır kənarda. Kosinusun törəməsi mənfi sinusdur. Mənfi 3 sinus x, 7x-in törəməsi 7. İkinci funksiyamızın törəməsi. X kubunun törəməsi. Qüvvət önə gəlir, üstü bir dənə azalır. 2x-in törəməsi 2, 11-in törəməsi də 0 idi. Üçüncü funksiyamızın törəməsi. X kvadratının törəməsi 2x. Dərs izahında da bu düsturları yenə hamısını qeyd etmişdik. A üstü x-in törəməsi A üstü x ln A. İndi bir-bir bunları hesablayaq. Təbii ki, biri yerinə üçüncü. Baxın, ancaq birdən söhbət gedir, sıfırdan söhbət gedir. Burada birini yerinə qoyanda konkret bir cavab ala bilmirik. Çünki sinus 1-in konkret cavabı yoxdur. Biz bilmirik, yox. Kalkulyatorla da hesablayanda təqribidir də, yəni tam ədəd deyil. Deməli, sonra biri burada yerinə qoyanda 3 üstə 2, 5. Yəni, törəməsi 1 olan ikinci funksiyadır. 1, 2, 3. Törəməsi 1 olan ikinci funksiyadır. B bəndi 2-dir. Burada biri yerinə qoyaq. Nə olur? 2 üstə 2 ln 2. 2 üstə 2 ln 2. 2'ni bura atanda 2 üstə ln 4. 2 üstə ln 4. 2 mən səhv hesablayıram. 2 üstə ln 4. Biri yerinə qoydum. 2 üstə 2 üstü 1, 2 ln 2. 2'ni bura attım. 2 üstə ln 4. Bu da heç birine uyğun gəlmir də. İndi 0'ı yerinə qoyuram. Sinus 0'da 0 alır. Deməli, birinci funksiya 0 nöqtəsində 7 qiymətini alır. Yəni, D bəndi 1-indir. Burada 0'ı yerinə qoyanda 3 üstə 2, 2. İkinci funksiya 0'da 2 qiymətini alır. Yəni, C bəndi 2-nindir. Burada 0'ı yerinə qoyanda 2 vur 0. 2 üstü 0 ln 2. 2 üstü 0 1'dir. Qaldı ln 2. Yəni, C bəndi yox, Y bəndi oldu 3. 1D, 2BC, 3Y. 28-ci sual. 9 oğlan, 6 qız şagirdin olduğu sinifdə yarışlarda işte 3 nəfərdən ibarət komanda seçilməlidir. Yəni, bu 15-dən 3-ünü seçməliyim. Tərkibində həm oğlan, həm də qız olmalıdır. Deməli, bu 3 nəfər, ümumiyyətlə 3 nəfər oğlan qıza görə necə ola bilər? 3'ü də oğlan ola bilər. Biri oğlan, ikisi qız ola bilər.
İkisi oğlan, biri qız ola bilər. Üçü də qız ola bilər. Adamlar bizə deyir ki, içində oğlan da olsun, qız da olsun. Yəni 3 oğlan olan halı silirəm. 3 qız olan halda silirəm. Çünki istəyir ki, oğlan da olsun, qız olsun. Deməli burada iki vəziyyət var. Ya biri oğlan, ikisi qızdır. Bu halların sayını tapacağam. Ya da ikisi oğlan, biri qızdır. Biri oğlandırsa kombinezon 9-dan 1, ikisi qızdırsa kombinezon 6-dan 2 və təbii ki, bunlar eyni zamanda seçilir deyə mən bunları vurmalıyım. 9-dan 1 9-dur. 6-dan 2 isə 6-dan geri 2 ədəd böl 2 faktorialdır. 2 ilə 6 edir 3, 15 vur 9, 135. Bu 135 deməli 135 ikisinin qız birinin oğlan olduğu haldır. İndi ikisinin oğlan biri qız. İkisi oğlandırsa 9 nəfərdən ikisi, biri qızdırsa 6 nəfərdən biri. 9 nəfərdən 2, 9 vur 8 böl 2 faktorial, yəni 9-dan geri 2 ədəd. 6-dan 1, yəni kombinezon n-dən də 1 ilə n-ə bərabərdir. Bu 2 ilə 8 ixtisar gedir, 4 qalır. 36-nı vurdum 6-ya, 216. 135 üsul burada, 216 üsul burada, 351 hal var burada. 29-cu sual. Deməli, dördbucaqlıda AC diaqonalı DN parçası ilə M nöqtəsində çəkir. DN paraleldir BC. NM-in MD-yə nisbəti 1 böl 4-dür. O zaman bura K, bura 4K yazıram. AMN-in sahəsi 1-dir. DMC-nin sahəsi 8-dir. Bütöv ABC-nin sahəsi soruşulur. Öncəliklə AND üçbucağına baxsam, üçbucaq AND-də. Bizim belə bir qaydamız var. Üçbucaqda təpədən gələn xətt qarşı tərəfi hansı nisbətdə bölürsə, sahən də həmin nisbətdə bölür. Bu AIM xətti ND xəttin K-nın 4K-ya nisbəti bölür. O zaman bura S1 desəm, bu sahənin bu sahəyə nisbəti, yəni 1 böl S1 K-nın 4K-ya nisbətidir. O zaman S1-i biz 4 taparıq. Qısası bura buradan 4 dəfə böyük kiçik olduğundan bu sahədə bu sahədən 4 dəfə kiçikdir. Yəni bu sahə 1 olduğuna görə AMD sahəsi nə oldu? 4 oldu. Bu 1. Bu birinci məsələ. DMC 8-dir. Mənə A, B, C paralel hansı idi? Paraleldə DN paraleldir BC-yə. Bu buna paraleldir. Mən bunu birləşdirsəm görə nə olacaq? Bunu birləşdirsəm bu 4-ə düşən sahə 8 isə bura düşən sahədə eyni qayda inç tapacaq. Mən buranı tapa bilmirəm onda. Bizim buranı tapmağımız lazımdır. Deməli, paralellikdən oxşarlığı keçə bilərikmi? Paralellikdən, bəli, buranı oxşarlıqla tapardım. Tapa bilmirəm, çünki bunun buna nisbətini bilmirəm. Onda sahədir. İndi baxın, biz S1 sahəsini 4 tapdıq. İndi baxıram ACD üçbucağına. ACD üçbucağına. Bu sahə 4-dür, bu sahə 8-dir. Deməli, bura 4-dür, bura 8-dir. Yenə bizim bayaqki qaydanı tətbiq edirik. Təpədən gələn xətt sahəni 4-ün 8-ə bölübsə, onda buranın da bura nisbəti 4-ün 8-i olmalıdır. Yəni, üçbucaq ACD-də AM-in MC-yə nisbəti 4-ün 8-ə nisbəti 1 böl 2-dir. Bu getdi işlə. İndi üçbucaq ABC ilə, yəni bax bu üçbucaqla üçbucaq ANM-in oxşarlığından istifadə edəcəm. Burada S2 deyək. Deməli, balaca üçbucağın sahəsinin
böyük üçbucağın sahəsinə nisbəti balaca üçbucağın tərəfinin böyük üçbucağın tərəfinə nisbətinin kvadratı. 1 bölünsün 1 üstəgəl S2. Bayaq dedik ki, buna nisbəti 1/2-dir. Onda bura T, burada 2T deyərəm. Onda A-yım T-dirsə, AC 3T-dir. Nisbətin kvadratı oldu 9/1. Sahələr nisbəti uyğun ölçülər nisbətinin deməli kvadratıdır. 9/1. 1 üstə S2 9'dur. S2'ye qaldı 8. Yəni bax burada 8'dir. Onda ABC-ni istəyir. SABC 1 ora 8 ora cavab oldu 9. Yəni mən bütöv S tapardım da. Hə, mən o hissəni tapdım. O məndən bütöv istəmirdi. O məndən bütöv istəyirdi. Onda bunun sahəsinin bütöv SABC-yə gəl daha gözəl olsun da. 1'in SABC-yə nisbəti AN böl ABC çarpaz vurdum SABC, yəni üçbucaqda bərabərdir 9'a. Yəni bu sahənin bu üçbucağın sahəsinə nisbəti bu tərəfə nisbətinin kvadratı oldu 9. 30-cu sual. Düzbucaqlı üçbucağın xaricdə çəkilən çevrənin radiusu R, daxilə çəkilən radiusu kiçik R olduğunu, onun perimetrinin bu olduğunu isbat edin. Düzünə və ya tərsinə isbatından ya P'nin bu olduğunu göstərməlisin, ya da bunun P olduğunu göstərməlisin. Gəlin biz elə bunun, bu ifadənin P'yə bərabər olduğunu göstərək. 2 vur. Düzbucaqlı üçbucaqda R'in düsturunun C/2 olduğunu bilirəm. Balaca R'in düsturu da A üstə B çıxılsın C bölünsün 2 olduğunu bilirəm. Bu ikilər getdi. Mötərizəni vurub açanda 2C üstəyəl. Çöldəki 2 bu 2'ni itirəcək. A üstə B çıx C. Beləliklə C'lərin biri yoxa çıxdı. A üstə B üstə C. Bu da bərabərdir P. Beləliklə isbat olundu. Ümidvaram bu testdən nəsə öyrənə bilmisiniz. Bizim növbəti videolar görmək üçün kanala abunə olmaq məsləhətdir. Ola bilər ki, videolarda hansısa xətalar ilə bilərik, hesab xətaları, nəsə. Əsas ki, ideya xətası olmasın, üsul yanlış olmasın. Qalan hamısı məncə öz yolunu tapacaq. Amma siz çalışın yenə imtahanlarda belə də xətalar eləməyin. Sağ olun, özünüzə yaxşı baxın.